Son günlər avtomobillərin mühərrik hissəsinə ilan girir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bu hal bir daha sürünənlərlə bağlı təhlükəni gündəmə gətirir. İlanlar paytaxtın mərkəzi hissəsinə necə gəlir və avtomobilə necə girir? Ətraflı sujetdə. Görüntülər Xətai rayonu Gəncə prospekti Sadıqcan küçəsində qeydə alınıb. Avtomobil sahibinin sözlərinə görə bu hal ikinci dəfə təkrarlanır. Vətəndaşlar bu ərazidə artıq bir neçə gündür ilanların peyda olduğunu deyir. O gün mən də həyəti yığışdıranda məsələn belə ot salınıbdır, biçilibdir. Onun altından məsələn balaca bir ilan çıxdı, qaçdı. Onu öldürmüşəm. Məcbursuz uşaqları özünüz aparın. Əlbəttə. Bir valideyn kimi səhər aparama gün ortanda geyib götürürlər. Bu ərazidə deyirlər tez-tez ilan olur. Eşitmişəm mən də. Amma Yox. Mən özüm şəxsən ilandan qorxanam. İlanı ilə avtomobildə görsəm avtomobili qoyub gedərəm. Mütəxəssislər deyir ki, ilanların üzə çıxması mövsüm dəyişikliyi ilə bağlıdır. May ayı və iyunun ortalarına qədər sürünənlər yem axtarmaq üçün qışlama yerindən çıxıb ətraf ərazilərə səpələnirlər. Bu, ilanların ən aktiv dövrü hesab olunur. Bəs ilanlar paytaxtda insanların sıx yaşadığı ərazilərdə necə peyda olur? Mütəxəssislər bunu müxtəlif səbəblərlə əlaqələndirir. Qum karxanası, daş karxanası belə yerlərə maşınlar gedir. Və yaxud da çox şirkətlər var ki, onların iş yerləri Bakının ətraf yerlərindədir. Orada maşınlar saxlayırlar bir müddət, açıq bir yerdə. O cümlədən də şəhərə tikinti materialları daşıyan maşınlarla bərabər ilanlar da gətirilə bilər. Su ilanları müxtəlif su kanalları vasitəsilə, su boruları vasitəsilə qıraq yerdən şəhərin mərkəz hissəsinə gələ bilər. Bəs ilanlar avtomobilin mühərrik hissəsinə necə daxil olur? Bu nə dərəcədə təhlükəlidir? Maşında ilanın girməsi, gizlənməsi üçün yerlər kifayət qədərdir. Bu zeytun təlxədi uzun sof ilandır, nazik, quyruğu az qala bədənin yarısı qədərdir. Və zəhərsiz bir şeydir. Təhlükəli ancaq gürzə ilanı ola bilər. O dediyim situasiyalarda gürzə də girə bilər maşına, maşınları daşına bilər, gətirə bilər şəhərə. Amma o gürzədən başqa qalan ilanlar heç birisi insan həyatı üçün təhlükəli deyil. Mütəxəssis deyir ki, ilanlar şəhərdə uzun müddət yaşaya bilməz. Çünki şəhər tipli yerlər onların yaşayışı üçün əlverişli deyil. Ağca Ələsgərli, Şəhriyar Əhmədli, ATV Xəbər.